Dəyərli dostlar, hər birinizi salamlayırıq. Bugün bizdə yeni il buraxılışıdır və biz qərara gəldik ki, yeni il buraxılışımız tam fərqli olacaq bir balaca. Və bizim qonaqlarımız çox gözəl, çox maraqlı blogerlər, influencerlər, modellər, hər birinizin sevdiyiniz Elxan və Ləmandır. Salam. Herkese salam. Videonu bölüşməyi yadınızdan çıxartmayın. Bizə şərh yazın və like'larınızı da gözləyirik. Xoş gəldiniz dostlar. Çox sağ olun. Mən çox düşündüm ki, bu buraxılışı necə bir tərzdə keçirdək və qərara gəldim ki, belə bir aktiv insanları dəvət eləyim və bu gün tək mən yox aparıcı, həm də siz aparıcı rolunda olun. Gəlin hər birimiz aktiv olaq, bir-birimizə suallar verək. Lakin mən düşünürəm ki, dəstəkləyirsiniz? Dəstəkləyirik. Lakin mən düşünürəm ki, biz bu yeni il buraxılışı olduğu üçün gəlin 2025-ci ildən danışaq. Niyə belə Elxan? Çok çetin il oldu. Başa düşürəm səni. Bir taraftan yaxşı ildi. Çünkü daxilen insan, ben özüm hakkımda diyeyim. Daxilen çok büyüdüm. Ama hayatımda baş verenlerden danışmak istemiyorum. Olmasın. Niye? İşte bunu Danışacaqsan. 2025'te koyak kalsın burada. Mən düşünürəm ki, 2025-ci ildə o qədər maraqlı hadisələr baş verib ki, həm mediada maraqlı hadisələr baş verib, həm indi sən deyirsən ki, daxildən sanki bir böyümə oldu, onlar baş veribdi. Mən düşünürəm ki, 2025-ci il hər kəsin həyatında belə bir maraqlı bir il oldu. Maraqlı həm müsbət tərəfdən, həm mənfi tərəfdən. Ona görə də gəlin bir balaca xırdalayaq. Okey. Məsələn, 2025-ci ildə mən bunu etdim dediyiniz bir punkt varmı? Ben 100% öz gücümden emin oldum bu yıl. Çünkü yayda 2-3 gün var idi. Hansı ki ben uyanırdım ve kartımda 0 azayan 67 gibi var idi. Hayatımın en aşağı pillesindeydim. Ve ben oradan çok yükseğe kalktım. Çok. İnsan belə şeyler eləyəndə başa düşür ki, aha, bu həyatda edə bilməyəcəyim bir şey yoxdur. Tak işte hayatımın o döneminde olmuşum ben. 25-ci ildə. Hə, 2025'in yay aylarıydı. Mənim komandam var, mənim işçilərim var, onlara maaş verməliydim. Öhdəliklərim var idi da pul baxımından və xatırlamaq istəmirəm mən oradan necə çıxmışamsa. Sən inanırsan ki, mən səni anlayıram. Belə bir ay olubdu 2025-ci ildə. Maaşları paylayandan sonra kartımda 60 manat pul qalmışdı. əvvəl olsaydı 60 manat əvvəl heç olmasa pul idi də. İndi baxırsan 60 manatı nə almaq olar? Heç bir şey. Bir kilo Həqiqətən də kartof. heç bir şey. Həqiqətən də heç bir şey. Sahibkar olduğunu demədən göstər. Elədir. Məndən kimsə avans istədi 2 gündən sonra. Komandada kimsə nəsə orada nəsə baş vermişdi. Dedi ki, Ayında xanım zəhmət olmasa avans verin. Mən böyük məmnuniyyətlə verərdim, amma kartımda 60 manat pul qalıb. Bəs sən? Mən bunu etdim. Mən düşünməmişəm bu haqqda ki, mən yəqin ki, hamısını eləmişəm. İstədiyim şeyləri eləmişəm. Düzdür, bəzi məsələlər var ki, onları etməmişəm. Əsas məqsədimdir, o da ki, ev almaqdır. Evi də düşünürəm 2026-da alıram nəhayət. Çünki mən kirayədə qalmaq bezmişəm. Nə qədər olar? Hər dəfə deyirəm ki, bax köçürəm bu axırıncı evdir. Köçürəm bu axırıncı evdir. Vəsə yeni evimdə olacam bundan sonra. Yəni öz evimdə olacam. O da ki, yəni bir dənə məqsədim var ki, ev alım, sonra rahat olacam. Amma düşünürəm ki, mən belə deyim də, belə bir insanam. Bir məqsədə çatıram, yeni məqsəd yaranır. Yəni ona çatıram, yeni bir məqsəd yaranır. Bir tərəfdən də yəni demək olar ki, mən hər tərəfliyəm, ona görə bir yerdə durmuram. Belə bir insanam. Mənim yoldaşım bir dəfə mənə deyib, Cavidan bəy. Bir dəfə mənə deyibdi ki, deyir sən heç vaxt sakitləşməyəcəksən. Nə bürcüsüz? Ox atan.
Bəs sən? Əkizlər. Əkizlər. Niyə belə reaksiya? Prosta da. O xatanlara nə olub ki? Yox, zarafat edirəm. Əslində Oxatan və Əkizlər bürcü bir-birinin qarşısında olan bürclərdir və onlar birlikdə olanda bir-birini çox irəli atır. Düzdür, qanımızı içirik bir-birimizin. O deyirlər, ətimi yeyir, sümüyümü atmır. O məsələdir. Cəlilən əkizdir. Əkizlər bürcüdür, bəli. Hə, mənə bir dəfə deyib ki, sən məni bezdirmisən, bəsdir. Sən heç vaxt dayanmayacaqsan. Məqsəd qoyuruq qabağımıza, gedib ona çatırıq. Mən də yenə də yox, azdır nəsə. Gəl yenidən bir məqsəd. Gəl bunu da eləyək, bunu da eləyək. Bunu deyir, mən yorulmuşam, bəsdir. Belə. Bir şey deyim, amma bürclər bu məsələsi var. Məncə bu boş şeydir. Xarakterdən asılıdır. Hər dəfə mən efirə girirəm, tutalım. Ləman xanım, nə bürcüsüz? Deyirəm, əkizlər. Ayda, əkizlər. Ya da bir ortamda oluruq. Əkizlərsən. Hə, bəs sən? Tamam, qalıram qıraqda. tamam. Gəl xırdalayaq. O zaman öz xasiyyətinin 5 müsbət tərəfini de. Çox mehribanam. Hamı ilə yol tapıram da, yəni danışmaq üçün. Yəni bilmirəm ki, onu yəqin ətrafdakı insanlar görə bilər. Mən bunu necə deyə bilərəm ki, mənim xasiyyətim belədir. Mən yaxşı qızam, belə bir şey yoxdur. Sən narahat olma. İkinci sual ən 5 mənfi tərəfinidir. Ona görə də gəl deyə bilərəm. Müsbətləri de ki, bir-birini tamamlasın. Kömək edə bilərəm lazım olsa. Kimsə məndən kömək istəsə, mən dərhal kömək edirəm. Mənfi cəhətdir. Niyet. Mənfi deyil. Müsbət, okey. Pis tərəflərim deyim. Müsbətlərlə bitirmədik. Müsbət. Bilmirəm, həqiqətən heç fikirləşməmişəm ki bu haqqda. Mən çox safam həqiqətən. Ləman buradan psixoloji refleksiya ilə gedəcək, düşünəcək ki, mənim 5 yaxşı və pis. Siz bilirsiniz məsələ hardadır? Niyə insanlar mən bir çox vaxtı intervyularda bu sualı verirəm və tək göz-gözə şousunda yox, həm də işə götürdüyüm anda deyirəm ki, özünün 5 müsbət tərəfini de. Yəni özündə sən nəyi müsbət görürsən, onları de. Və insanlar həqiqətən də özlərinin mənfi tərəflərini bilirlər, amma müsbət tərəflərini sadalamağı çətinlik çəkirlər. Bu bilirsiniz hardan irəli gəlir? Bizi kritika ilə böyüdürlər. Düzdür. Amma mən Uşaqlıqdan elə olur. Mən psixoloqun yanına gedirəm. Artıq 1 ildən çoxdur ki və biz bu ilin yekun sessiyasını eləmişik. Psixoloji cəhətdən tam sağlam bir insanam. Yəni ki, heç bir şey belə yoxdur. Sadəcə mən refleksiyaya görə gedirəm. Məsəl üçün hansısa suallar baş verir. Başımda yaranır. Mən o sualların cavabını tapmaq istəyirəm. Onun üçün də psixoloqa gedirəm. O günləri gedəndə mənim sualım o idi ki, bəs mən 2025-də nə etmişəm ümumiyyətlə? Mənim verdiyim sual. Psixoloq mənim gözümü açdı ki, mən nə qədər şey eləmişəm bu il. Bu refleksiya eləmək əslində çox faydalıdır. Çünki sən görürsən ki, hərdən elə alınır ki, sən nəsə eləyirsən, amma nəticəni görmürsən. Və bu sessiyadan sonra mən gördüm ki, nəticələr var. Sadəcə onlar balacadır və o nəticələr artıq o qədər həyatımda bərkiyib ki, mən onları nəticə kimi görmürəm. Amma 2 il bundan qabaq və indiki ili müqayisə etsək, görəcəyik ki, fərq var və fərq çoxdur. Düzdür. Yaxşı, gəl mənfi tərəflərə. Mənfi tərəflərim. Deməli, mən amma əvvəlkinə baxanda mən çox qısqanc idim, dəhşət dərəcədə. Çox qısqanc idim. Bütün insanlara yoxsa münasibətdə yox, olduğun münasibətdə məsələn. Yox, belə dostluqda falan heç vaxt məncə bu normal bir şey deyil. Düzdür, bəzi mənim qısqanc dostlarım var. Aha. Amma eyb yoxdur. Mən başa düşürəm onları. Yəni başa düşürəm, hamı mənlə danışmaq istəyir, hamı mənlə dost olmaq istəyir. Bunu başa düşürəm, amma münasibətdə məsələn mən çox qısqanc idim. Amma düşünürəm ki, indi mən münasibətdə olsam belə olmaram. Mənim mənfi cəhətim o idi.
Ondan Niyə sonra qısqancıydın, niyə olmadın? yəqin ki, psixoloji problemlərim var. Yox, indi deyilsən. Yəqin böyümüşəm ona görə. Yaşla yox, ağılla. Qısqanclıq nədən irəli gəlir? Yəqin ki, məndə uşaqlıqdan belədir. Mən uşaqlıqdan belə idim. Yəqin diqqətsizlik bəlkə də ondan irəli gəlir. Kimisə ələ almaq üçün də görürəm ki, onu ələ ala bilmirəm. Həmin insanı əldə etmirəm. Ondan sonra qorxu yaranır. Qorxudan da sonra qısqanclıq yaranır. Mənim fikrim belədir. Nə maraqlı. Ha? Hə. Ondan sonra mənfi cəhətlərim gecikirəm. Buna şahid olduq. Bilirsiz necəm? Hə, sorry. Komfort zonadan çıxa bilmirəm. Məsələn, saat 11:30-da bir məkanda olmalıyam. Amma mən yuxum gəlir. Yəni istəyirəm uzanım, yatım 11:29-a kimi. Niyə o qədər də yox da, yəni çox da. Tamam. Hə. Uzanıram. Rahat olmalıyam. Çünki məni tələsdirəndə mən əsəbləşirəm, stres keçirdirəm. Başlayıram titrəməyə. O da uşaqlıqdan belədir. Məktəbə getməliyəm, titrəyirəm ki, mən gecikirəm. Hər dəfə də orada gecikirdim. Təsəvvür edin uşaqlıqdan. Nə maraqlıdır. Hər dəfə o həyəcanı keçirdim. Bu il yox. Bu il ümumiyyətlə hər şey yaxşıdır. O hiss yox idi məndə. Panika keçirdirdin, düzdür? Hə, Bu il deyirsən ki, artıq o yoxdur. yoxdur. Onu nə aradan qaldırdı? Komfort zonadan çıxmamağım. Komfort zonaya necə düşdün ki? Maraqlı sualdır ya. Necə düşdüm axı mən? Yəqin özünü düşünürdün də. Yəni öncə. özümü düşünürəm deyə. Əvvəllər özümü düşünmürdüm, başqaları düşünürdüm. Sonra başa düşdüm ki, mən niyə belə eləyirəm? Məni heç kim qiymətləndirmir. Ondan sonra özümü düşünməyə başladım. Ay, Sən də sağ ol. belə hallarla rastlaşmısan? Mən də belə idim. Bu il başa düşdüm ki, daxildən nə istəyirsənsə onu elə. O zaman ətrafında sənin istəklərinə uyğun köklənəcək. Məndə də əvvəllər elə idi. Yox demədən yaxşılıq edib düşünürdüm ki, məni daha da çox istəyəcəklər. Mənə Əksinədir. daha da- Söhbət onun əksinə və yaxud qeyri-əksindən getmir. Söhbət ondan gedir ki, bizə elə bir tərbiyə veriblər ki, yaxşı oxuyursansa mən səni çox istəyirəm. Özünü yaxşı aparırsansa mən səni çox istəyirəm. Yox, mənim tələblərimə uyğun deyilsənsə, mənim çox istəməyim azalır da, belə deyək. Bizim hamımız o ab-havada böyümüşük. Ona görə də xarakterimiz elə formalaşıb ki, bizi kimsə sevməsi üçün və yaxud qəbul etməsi üçün biz nəyəsə yaxşılıq etməliyik, yox deməməliyik, özümüzü qurban verməliyik, nəyəsə və s. Amma əslində bu elə bir həddə gəlib çıxır ki, insanlar düşünür ki, bu belə də olmalıymış. Yəni sən necə 10 dəfə hə demisən, 11-ci dəfə yox deyirsən, artıq pis adama çevrilirsən. Və yaxud 10 dəfə kimsə seçmisən, bir dəfə özünü seçirsən, artıq sən egoistə çevrilirsən. Elədir? Düzdür, hə. Əvvəl mən də yox deməyə qorxurdum. Qorxurdum ki, ayda mən yox deyirəm, vəsyoda onda dostluğumuz qurtardı. Yox, elə deyil əslində. Amma başqaları qorxmur. Başqaları qorxmur. Niyə? Mən də onu fikirləşdim. Başqaları niyə qorxmur? Mən niyə qorxmalıyam? Ona görə həmişə özünüzü seçin. Mən 2025-ci ildə hatinglə rastlaşdım. Danışdı. Danışın, maraqlıdır. Özdə gəldim dedim ki, Cəvidən bax, mənim haterim var. Gör nəyi sevinir. Mənim üçün bu bir sevindirici haldır nəyə görə? Çünki mən düşünürəm ki, əgər hating yaranırsa, deməli sən bu həyatda nəyəsə nail olmusan. Okay. Yox. Əslində düz fikirdir. Belə düşünmürsüz? Bəzən bəzən baxır hansı situasiyadır. Mən belə oturub fikirləşirəm ki, insan nəyə görə hating eləyə bilər? Sizcə səbəbi nədir? Səndə Paxıllıqdan nəsə yaranır. var, onda nəsə yoxdur. Və o səndə olanı istəyir, amma ona nail ola bilmir də. Ona görə hate başlanır. Amma bir şey də deyim də, mənim də haterlərim var. Və yaxud mənim də kimdənsə xoşuma gəlmir. Amma o demək deyil ki, mən paxıllıq çəkirəm. Sadəcə xoşum gəlmir o insandan. Xoşun gəlməyəndə sən ora negativ komment Yox. yazırsan. Heç vaxt Niyə yazmıram. yazmırsan? Maksimum nə edə bilərəm? Həmin o videonu məsələn xoşuma gəlmir, cringe gəlir də mənə. Onu dostlarıma göndərirəm deyirəm. Buna bax.
O başqa şeydir. O O da açıq. xeytdir də, amma açıqlamıram da sadəcə. Mən ona xeyt deməzdim axı. Bu sanki bir müzakirə Amma kimi o bir şeydir. hamıda var da, yəni o. Yox. Müzakirə. Обсуждаешь, да, с кем-то что-то, не? Amma deyim ki, onu hamı edir. Yəni tək mən bunu eləmirəm. Aha. Sən belə eləyirsən İlham. Hə, əlbəttə. Mən heyt yazmıram, amma məndə heyt yaranmır, məndə competition yaranır. Bu Aha, filankəs bunu eləyibdi, amma mən eləməmişəm belə bir şey, yoxsa hə, necə? hə. Məsəl üçün hal-hazırda bir dənə səhifə var. Onlar ну deməyəcəm neyini. No, в общем, onların nəticələri mənimkindən daha yaxşıdır. Halbuki məndə komanda var, məndə assistent var və s. Mən həmişə kontent çəkirəm. Gündə bir neçə video çəkirəm, paylaşıram, story-də də çıxıram. Mənim nəticəm o qədər deyil. Вот, mən bu nəticələri görəndə mən ikimizin nəticələrini götürürəm və onları müqayisə edirəm. O məndən yaxşıdırsa, mən özü başlayıram, qıcıqlanıram ki, niyə belə? Hə, amma sənin keçirdiyin hiss o deyil ki, onda pis olsun. Səndə keçirdiyin hiss nədir? Məndə də yaxşı olsun. Hə. Mən onu Tamam. Yəni bu özümə paxıllıq deyil ki. Bu Daha səni yaxşısını inkişaf, istəyirsən. bəli. Sənin inkişaf nöqtəndir də. Yəni onlar səni inkişaf elətdirir. Bu normal bir şey. Sən ibrət götürmək istəyirsən və yaxud sən özün üzərində işləmək sənə nəsə istəyirsən. pis deyiblər, pis olsun. Ha, Nəyə görə? Məsələn, nəyə görə deyiblər? elementarını. Hərəkətə görə, yoxsa Yox. görünüşünə görə? Story çəkmişəm. İndi il sonudur da, işlər çox olur həqiqətən. Kim ki sosial media ilə bağlıdır, onlar bilirlər ki, dekabr ayı dəhşətli bir aydır da. Yəni sən nə yuxu ala bilirsən, nə bir şey. Yəni bu tədbirlər, hamının endirimi var, müştərilər giper ünsiyyətdə olur da, vur 200% da belə deyək. Mən də həqiqətən çox yorğun idim həmin səhər. Yuxumu almadan, ad günüm idi və s. hər şey üst-üstə gəlmişdi. Story çəkmişəm ki, hə biz indi sürprizdəyik, çəkilişdəyik, nə bilim, çox yorğunam. Bu adam da mənə yazıbdı bu storyimə ki, deyir belə yorğun gözlərə bu quşları çəkmək heç yersiz idi. Çox da gözəl görünmür. Düzdür, özünüz bilərsiniz, amma heç bəyənmədim. Məncə Yəni- bu xeyt deyil. Heç mən belə şeylər Axı bununla son olmadı. Paltarıma yazır. Davam edeyim. Davam eləyir. Hər Aa. storyimi komment eləyir. Hər bloklamırsan? storyimi. Yox, oxuyuram, gülməyim gəlir. Deyirəm yaz, biraz gülüm, keyfim açılsın. Mənə həqiqətən gülməli gəlir. Sənə bu xoşdur yoxsa qıcıq yaranır səndə? Qıcıq yaranmır. Mənə maraqlıdır. Mənə ümumiyyətlə mənim xasiyyətim elədir ki, mən niyə bu sualları verirəm? Çünki mənə maraqlısan. Maraqlıdır ki, mən səni ancaq Instagramda görmüşəm də videolarda. Yeri gəlmişkən sonuncu video superdir, indi onu deyəcəm. Sonuncu gördüyüm. Hə, ona görə də mənə maraqlıdır ki, məsələn, sən necə gəlib belə populyar olmusan? Hansı xasiyyət, hansı sənin daxildə olan gücün, fikirlərin, motivasiyan səni gətirib bu yerə çatdırıb? Həmçinin də Elxan, mənə həqiqətən çox maraqlıdır. Yəni insanda nə qədər güc olmalıdır ki, bu qədər diqqəti özündə saxlasın və onu emal eləsin. Çünki hər bir diqqət bu bir enerji axınıdır. İstər müsbət diqqət olsun, istər mənfi diqqət olsun. Sən göz qabağındasan, sən küçədə gedirsən, səni tanıyırlar. Birdən sən səhv baxasan və yaxud fərqli bir paltar geyinəsən və yaxud nəsə bir hərəkət eləyirsən, sən hər an gözləyirsən ki, səni tanıya bilərlər. Deyəcəklər filankəs filan yerdə filan şey elədi. Düzdür? Yox, səhv deyirəm, düz deyirəm. Mən gözləmirəm ki, mənim kimsə tanısın. Amma Kimsə gəlib sən üzvə o xeyt deyə bilməz olsun. hə, Heç vaxt belə bir şey heç olmur. vaxt. Heç vaxt gəlib mənə deməyiblər ki, Ləman səndən zəhləm gedir. Heç vaxt. Əksinə, yəni yaxınlaşırlar. Bir dəfə bir şey olub. Mağazaya girirəm. Nəsə deyib, Ləman, mənim də əhvalım o qədər də yox idi. Adətən nəsə samlaşıram deyirəm, nəsə belə fikirli idim də, həqiqətən. Deyir, Ləman, TikToker. Gördü ki, mən fikir vermirəm, çünki uşaqlar var, dolu idi da orada. Mən çönüm nə deyim. Girirəm mağazaya. Qız görür ki, mən buna fikir vermirəm. Hə, o gic video çəkən. Hə, yenə fikir vermədim.
Sadəcə məhsullara baxıram belə. Təzədən keçirəm o birisi yana. Hə, o TikToker, hə, o gic-gic video çəkən. Yenə fikir vermədim. Yəni o istəyir ki, mən ona baxım, nəsə bir söz deyim. Diqqət istəyir. Diqqət istəyirmiş, yazıq. 2025-də mən başa düşdüm ki, çox insanlar bizdən diqqət istəyir və o diqqəti ona vermirsənsə, sən ondan üstün olursan. Sosial şəbəkələrə aid deyil, real həyatda. Mən də bir fikrə gəlib çıxmışam ki, Yəni əvvəllər ki, mən o qız da diqqət istəyirdi də əslində. Əslində mən O nə ona diqqət salam gözləyir? desəydim, bəlkə də o sözü deməzdi. Hə, aha, 100%. Sadəcə mən onun reaksiyasına da baxırdım. deyərdi ki, Maraqlıydı, hə? videolarınız qəşəngdir, sevirəm, hər gün baxıram. Deməli, mən 100% bilirəm ki, mən ona salam desəydim, o belə reaksiya verməzdi. Deməli, o ikiyüzlü bir insandı. Onu başa düşdüm. Maraqlıdır. Uşaq idi yoxsa? 18-20 yaşlıdır. Hal-hazırda bir çox blogerlər haqqında deyirlər ki, özlərini dartırlar blogerlər. Hə, Doğrudan mənə də belədir. deyiblər, bilmirəm. Hə, niyə belə bir fikir yaranıb? Çünki doğrudan da özlərini dartırlar. Sən yox. Amma hansısa eventlərdə, tədbirlərdə olanda baxıram ki, blogerlər özlərini necə aparır. Elə bir bu dünyanın kralıdır da, bilmirəm. Sən nə etmisən? Sən bəlkə Nobel mükafatını almısan və yaxud xərçəngdən bir dərman tapmısan ki, özünü belə aparırsan. Nə olub? Okey də sənin izləyicin var, kütlən var və s. Blogerlərə qarşı deyirsən, yoxsa ümumiyyətlə insanlara qarşı? Blogerlərə Yox, özlərini tutalım çox ki, sinemaya belə gəlmiş də bütün aparırlar. blogerlər. Yəni blogerlərin yanında özünü göstərməyə çalışır səncə, yoxsa belə insanların arasında? Adi insanlar. Həm bir-birlərinin arasında özlərini elə aparırlar, həm də adi insanların arasında vəbşə Səncə nədən Var irəli öyle gəlir? KSV-də bilmirəm. NPS Azərbaycan deyil, NPC nədir? Belə bir şey deyil deyəsən. O nədir? NPC это персонаж в игре. Mən millennialım. O sözləri bilmirəm. Mən də bilmirəm. Bir dəfə də eşidirəm. Чувство собственной важности. Da. Özünün önəmli olduğu Hə, his. ki mən çox önəmli adamam. Mən düşünürəm ki, adi istifadəçilər, yəni izləyicilər və s. özləri o hala gətirib çıxarıblar. Məsələn, mən viza alırdım, qrup vizası idi. Bizimlə bloger gedirdi. Deməli o vizada bizə əziyyət verdilər, get gələ saldılar və s. Yəni biz elə bil uçmalıyıq 6-cı gün, 5-ci gün gəlmişik ki, bizim vizamız hanı deyirlər 1-ci gün gəl. Vizamızı vermişik, amma 1-ci gün gəl pasportu götür. Dəlisən, sən Altıncı sabah gün uçuşumuz uçuş deyə var. bizim bu nə deməkdir? Və həmin blogerin ora daxil olması ilə yanaşı bizim pasportlarımızı bizə təhvil verilməsi bir 5-10 dəqiqə vaxt aldı. Nəyə O görə? var. Çünki bloger daxil oldu və biz sizi biz sizi tanıyırıq, tanıyırıq, biz sizi elə sevirik, izləyirik və s. Na, все паспорта забирайте, sizə yaxşı yol. O anda mən şoka düşdüm ki, həqiqətən də əgər səni izləyən kütlə varsa, sən avtomatik olaraq 1 pillə, 2 pillə, 10 pillə yuxarıya qalxmış olursan. Bəli, amma bu fakt səni qudurtmamalıdır. Mən də başa düşürəm ki, misal üçün 3-4 ay bundan əvvəl anamla notariusdaydıq, bir işlərimiz var idi və çox adam var idi. Bizi tanıdılar və dedilər ki, biz sizi biraz tez buraxaq. Okey, amma bu demək deyil ki, mən indi özümü belə aparmalıyam. Mən Yəni başa sadə düşürəm olmalıyıq ki, okey, müxtəlif yerlərdə prioritetim var. Amma o məni qudurtmamalıdır insan kimi. Bəli, başa düşürəm ki, məni də izləyirlər, tanıyırlar, küçədə, məhəllədə, hardasa görəndə gəlib şəkil çəkdirirlər. Amma mən sadə adamam. O məni qudurtmamalıdır o faktor. Məncə də. Nə qədər sadə olsan, o qədər Çünki də yaxşıdır. o da insandır, mən də insanam.
eyni şəkildə həyata gəlmişik, eyni şəkildə həyatdan gedəcəyik. Elədir. Məncə özünü, yəni kimdənsə üstün tutmamalısan. Bu düzgün deyil. Mənim də xoşum gəlmir belə şeylərdən. Düzdür, bəzi insanlar mən görəndə deyirlər ki, Ləman, nəsə özündən razısan elə bil. Yəni mənim üzümə demirlər ha. Elə fikirləşirdilər deyirlər. Mən fikirləşirdim ki, sən belə idin. Ya da yazırlar, biraz en aşağı Ləman. Hə, bu Hətta- yaxınlarda yazmışdılar. Mən efirə girmişdim TikTokda. Ləman, biraz en aşağı, çox yuxarı qalxmısan. Halbuki mən heç nə eləmədim. Yəni insanlarla söhbət edirəm. TikTokda Hə, nə dəxli də, yəni mən canlıda eləmişəm yazıb. Evelyn. Çox maraqlıdır ki, adətən onu deyən insanlar özləri heç bir işə əl atmırlar. Elə belə oturub özü sənə baxırlar, deyirlər ki, biraz... Bekarçılıqdan da neynəsin yazıb. Məncə hə. Yəni mənim o qədər işim gücüm var ki, mən durub kiməsə yazım ki, en aşağı. Nə üçün? 2025-ci il. 2025-ci il. Hater. Aha. Aa, Hater. Sən onu bloklamadın, Hə, heç nə elədin. Yox, prosto bloklamıram, yazıb yox. sənə. Yoldaşımı paylaşmışam, yoldaşıma da söz atıb. Deyir bu Allah. gözün niyə belə bərəldir? Yoldaşım video çəkmişdi. Çəkilişə getmişdilər hamısı komanda ilə. Dedim ki, bu elə çəkilişdi ki, oradan backstage atın, mən paylaşmalıyam da. Çəkib atıblar. O da komment yazır ki, nə oldu Paton? Deyir, çəkiliş eləyir, gözün belə nəyə bərəldir? Oturub bu hər insan özü elədi. story-ni izləyir. Amma mən çox sevinirəm. Deməli, harasa gedib çıxmışam. Yes. Deməli 2025-ci il mənim üçün 3 dənə böyük stresslə bağlı oldu. Thanks. Hater. Yox. Yox. Həqiqi stres. Hater stres verməz ki adama. Mən belə düşünürəm. Hə, 3 dənə stres keçirdim, amma bayaq Elxanla danışmışdıq efirdən öncə. O stresslərin hər biri bir neçə addım məni irəli atdı. Çünki onlardan gəlib keçmək üçün, stressləri aşmaq üçün insanda müəyyən bir xüsusiyyətlər yaranmalıdır və yaxud müəyyən bir münasibət, nəyəsə münasibət yaranmalıdır ki, o stressləri aşasan və mən həqiqətən də çox razıyam 2025-ci ildən. Məncə insan elə müəyyən qədər bu stressləri, neqativliyi keçirməlidir ki, yeni bir yola düşəsən. Məndə elə olub. Onlar olmasaydı bəlkə də indi belə olmazdım. Nələr səni güclü eləyib? İlk növbədə stres. Yəni sən o deyirləri, nəyinsə əleyhinə uğurlu olmusan? Təbii ki. Necə deyim? Mən neqativlikdən keçmişəm. Mən əvvəllər xoşlayırdım ki, dərdə düşüm. Neqativ mahnılara qulaq asım belə. Pəncərəyə baxım. Yağış Mən yağsın. indi desəm ki, əkizlər bürcünə xas olan bir durumdur. Mənə deyəcəksən yox. Düzdür, başa düşürəm. Bu əkizlər bürcüdür. Amma indi o hal yoxdur axı məndə. İndi əksinə də hər şey. Deyirəm, mən niyə belə lom olmuşam? Mən nəyin dərdində olmuşam? Hər şey yaxşıdır axı deyirəm. Ona görə, yəni mən bu yolları keçib başa düşmüşəm hər şeyi. Və fikirləşirəm ki, mən bunları keçməli idim ki, mən Ləman olum. İndiki Ləmandır. Nə vaxt oyanıb düşünmüsən ki, hə, mən məşhurlaşmışam. Mən məşhuram. Yəni özünü məşhur Mən doğulanan məşhuram. Wow. Uzun başı danışır. Mən doğulmuşam və fikirləşirəm, mən bloqerəm. Əslində mən belə deyim, 5 il əvvəl hardasa, 5 il 4 il olar başlamışam bu işə. Bir dəfə metroya girdim. Hələ təzə başlamışdım o sinif yoldaşları videolarını çəkməyə. Girmişəm metroya, görürəm ki, oradan belə daşlar. Ay, sən başa düşdün ki. Mən başa düşdüm ki, mən metro ilə getməyəcəm. Ya zarafat eləməsinə metronu çox sevirəm. Hə. Amma ora bilmirəm artıq 2 ildir. Ya əslində metronu çox sevirəm. Yəni mən biraz panika yaşayıram ora girəndə. Hə, onda başa düşdüm ki, hə, deməli nəsə var. Yavaş-yavaş məşhurlaşıram. Bir də ki, klipdən sonra daha da çox. Hansı klip? Getmə klipi. Kimin ifasında? 26 milyon yığmışdı o video. Eşitməmiş olmarsınız. Hamı bilir o mahnını.
Всё, мне стыдно, заканчиваем эфир. Мысли. Gözdə qoşuram. 1 minute please. Не видела? Ладно. Və ondan sonra daha da çox tanımağa başlayıblar. Halbuki mən ondan da əvvəllər videolar paylaşırdım. Klipdən sonra daha da məşhur oldum. Kstati, mən baxıram, Laman ən çox video paylaşan blogerlərdən biridir. Amma takipçin artmır. İzləyici sayın Yavaş-yavaş, bilmirəm yavaş-yavaş artır. Mən başqa blogerlər görürəm, hansılar ki məndən sonra, Lamandan sonra başlayır, bilmirəm 6-7 aya uje 200 minə çatır. Bu necə olur da? Mən də başa düşmürəm. Yəqin cringe videolara keçməliyik ki, bizi də çox izləsinlər. Çünki elə insanlar var ki, dəxlisiz şeylər çəkirlər də. Bizdə heç olmasa humoristik xarakterli videolar Sən daşıyır. izləyiciyə görə cringe videolara keçə bilərsən. Yox. Məndə yox. Ola bilsin ki, kiməsə görə bəzi videolar cringe görsənir, amma mən onu keçə bilmərəm. Cringe nəyə deyirsiniz? Mən düşünürəm ki, sənin obrazların kifayət qədər Cringe. Yox, mən səhv düşünürəm. Ssenari olaraq bəli. Onlar cringe-dir. No, это добрый Mentalitetimizi yuyub cringe. sərirsən, belə humoristik formada. Yox, mən səhv düşünürəm. Yo, biri var, sən videoya baxırsan və gülürsən. Biri var ki, sən videoya baxırsan və ayda. Yox, axı Shimamoto belə deyək də, həyatdan götürülmüş ssenarilər yaradır. O cringe deyil. Bəzi videolar var ki, yəni həyatda olmayan bir şeydir. O zaman cringe Gülməli nə deyil, ola amma bilər? insanlar gülməli smayleklər atır, güya bu gülməlidir. Amma elə deyil axı. Yəni cringe черный yumor kimi deyirsiniz, yoxsa Yox, necə? belə də tipa отстойно какой-то tökən video. Ət tökən belə content. video deyilir. Belə baxırsan, tipa Misal üçün Nədir? hal-hazırda mən onu şəxsən tanımıram, amma görürəm də videoları mem səhifələrdən. Sən də çəkmisən. dilə yaldım. Da Sənə barber. səndən. Onu görməmisən. Belə özünü Da. görmüşəm, hə. Вот bu cringe-dir. Yəni burada Tamam. O bir dənə saç Amma kəsən cringe var. olsa da gülməlidir məncə. hə, O bir amma dənə o saç kəsən var, gülməlidir. belə saç kəsiri, tanınmış oldu, onun yanına çoxlu adam gedir. Cəvdan kim idi o? Vüsal stili. Bu da avırdanır. Slaytdaydı da o deyəsən. Vüsal stili. Hə. Hə. Onun kontentini görməmişəm belə 1-2 dəfə qabağıma çıxıb, amma həmin o Yəni o kəsimi partdadır görməmişəm. da, yəni o belə kəsim eləyir, belə. Hə də öz stilini yaradıb indi tanıyırlar da. Hə, həqiqətən ona hər yerdən yanına gəlirlər ki, o kəssin də saçı. Hə də, yenə də halıldı da insana. Nəsə yaradıb insanlar Hə. yanına gəlir, tanınıb da. Elədir. Amma da cringe videolar çəkənlər, onlar haterlərdən daha üstündür. Çünki Necə? onlar nəsə yaradır. Daha 100% cringe hə. çəkənlər. Bəli. Cringe çəkəndə. Çünki onu fikirləşmək lazımdır axı. Yəni onu Fikirləşmək, populyarlaşdırmaq çəkmək. lazımdır. Həm də sən qorxmamalısan bunu paylaşanda. Çoxları paylaşmır çünki qorxur Kritikadan. hər şeydən. Hə, Ay kimsə 100%. görər, işdə nəsə deyərlər, küçədə nəsə deyərlər. Bir şey deyim, mən əvvəllər elə ona görə qorxurdum nəsə paylaşmağa, qorxurdum kritikadan, heç qəbul etmirdim də. Yəni 2020-ci il idi, video paylaşmışdım. Qorxa-qorxa rəylərə girirdim, baxım görüm kim nə yazıb. Oyda nə qədər şeylər yazıblar mənə. Mən də başladım titrəməyə belə. Biraz əsəbləşdim, fikirləşdim. Sonrası nə olacaq? Bəs bundan betəri də ola bilər axı. Sonra gördüm ki, yox, videom qalxır 90 minə, 100 minə, dedim əşi. Yavaş-yavaş öyrəşdim buna. Yəni buna hazır olmaq lazımdır. Əgər bloger olmaq istəyirsənsə, kritikanı da qəbul etməlisən. Qəbul etməlisən deyəndə, yəni prosta keçirməlisən də belə. Nəsə deyirlər sənə, hə, dedi də nə olsun. İndi ona görə mənim fikrim dəyişməyəcək ki. Elədir. Bu rəqəmlərə gəldikdə isə mən düşünürəm ki, yəni mən də baxıram da, blogerlərə baxıram, səhifələrin inkişafına baxıram və s. Görürəm ki, real izləyicilər toplamaq üçün,
Yəni bugünkü gündə faydalı bir səhifə aparmaq kifayət deyil. Yəni insanlar artıq o qədər hər şey o qədər bolluqdur ki, insanlar o qədər bolluq içində, sosial şəbəkələrdə bolluq içində yaşayırlar ki, hər bir şey var da orada. Yumor deyirsən, yumordan çox yumor, fayda deyirsən, faydadan çox fayda. Ona görə də mən də oturmuşam belə bu əgər danışsaq ki, məsələn, ayında sən sosial şəbəkələrlə məşğulsan, niyə bloger deyilsən? Niyə sənin 100 minin yoxdur da izləyici? Mən də oturub başa düşürəm ki, mənim bir dənə videom var TikTokda. Yəqin ki, onu xəbərlərdə görmüş olarsınız. Mənim maşın bağlamışdı qabağıma. Mən çıxa bilmirdim yarım Siz saat. idiniz o? Bəli. Mən görmüşəm o videonu. Onu hamı görüb, bəli. Bütün Onu Azərbaycan görüb. Bütün Azərbaycan görüb onu, bəli. Mən orada yüngülvari söyüş söymüşəm və rus dilində danışmışam. Gördüm. Onu xəbərlər paylaşmışdı, blogerlər paylaşmışdı özlərində. O mən idim, bəli. Mən maşının pəncərəsinin üstündə eşşək sözü yazmışdım. Dodaq qələmi ilə. Eşək. Eşşək sözü yazmışdım, bəli. Hə, və onu çəkmişdim, maşının nömrəsini də çəkmişdim. 1-2 günə video 100 min baxış sayı əldə elədi və mən gəldim dedim ki, Cəmidən məni aparsalar təəccüblənmə qırdım, gəlib aparacaqlar cəmaatın maşının nömrəsini də açıq-açığına çəkmişəm də. Mən elə əsəbləşməzdim. Məni uşaq gözləyirdi, küçədə qalmışdı. Yəni bu hardasa 2 ilin söhbətidir. Hələ balaca idi, uşaq 6 yaşı var idi balaca oğlumun. Məni çöldə dayanıb gözləyirdi. Mən də maşınımı çıxarda bilmirdim. Siz təsəvvürünüzə gətirin mənim vəziyyətimi. Yarım saatdır mən adamı tapa bilmirəm. Mən bu gün taksi ilə gələndə dayı soruşur ki, hara gedirik? Deyirəm bəs filan yerə. Nədir ki orada? Nə işlə məşğulsan? Blogeram. Neynəyəcəksən? Niyə deyir? Əsas sual deyir. Bəs Hüseyn Qasanov deyir milyonçudur. Sən niyə milyonçu deyilsən? Sən niyə bu maşına? Sən bu maşından getməməlisən. Get tipa maşın al özünə. Deyirəm dayı, elə olmur da. Yəni bloger oldunsa o demək deyil ki, sən milyonersən də. Hamı düşünür ki, biz milyonerik. Düzdür? Yəni yaxşı pul qazana bilərik, amma o demək deyil ki, yəni hamı bizdən borca pul götürməlidir. Bunun haqqında da deyəcəm. Mən artıq bezmişəm bunlardan. Söhbət ondadır ki, məsələn mən öz təcrübəmdən danışım da, çünki mənim müştərilərim var, hansılar ki, blogerlərdən reklam istəyirlər. Və onlar deyirlər ki, Ayında xanım, bəlkə sizdə tanış blogerlər var və s. onların qiymətləri nədir? Mənim əməkdaşlıq etdiyim agentliklər də var, blogerlər var. Blogerlərdən 2000-3000 məbləğ gələndə avtomatik olaraq adam düşünür ki, aha, mən hardasa hər gün bu adamın səhifəsində və yaxud həftədə 1-2 dəfə bu adamın səhifəsində reklamı görürəm. Söhbət izləyicilərdən gedir də, yəni söhbət o sahibkarlardan gedir. Mən bunu görürəm və onların dedikləri qiymətə baxıram. Vururlar da bir-birinə. Başa düşürsüz, düşünürlər ki, hə, yəqin ki, bunlar bu qədər qazanır da. Yox, səhv düşüncədir. Ümumiyyətlə başqasının pulunu saymazlar. 100% hə, mən o adamlara gətirib çıxarıram ki, borca istəyirlər. Məndən bu yaxınlarda bir nəfər yazıb ki, Ayında xanım, sizin işləriniz yaxşı gedir. Mənə 500 manat pul lazımdır. Nə mənada? Bununla razıyam. Siz yaxşı yaşayırsınız da, deyir 500 manat pul verin mənə borca. Yəni o deməkdir ki, borca yox, birbaşa mənə verin, sizə qaytarmayacağam. Hə. Sanki də bilmirəm. Belə bir şey. Mən çox Ümumiyyətlə rastlaşıram. bizim millətdə niyə o mövzu bitmir, mənə çatmır da. Kimsə kimdənsə borca pul götürür və qaytarmır. Sən onun dalınca qaçırsan ki, sənin pulunu qaytarsın. Axı niyə? Pulu da istəyəndə qaytaracağam da, nə olub minnətlə. Hə. Niyə? Çünki düşünürlər ki, həyatımızda fışqırıqdır da. Yəni düşünürlər ki, aha, bu nə qədərsə qazanırsa, deməli bu İşləyir də, pulu var fikirləşir. Kef eləyir də bu. Bunun həyatı belə gətirib ki, bu pul qazanır. Belə olmur. Bax, uşaqların vaxtından vaxt alıram, yuxumu almıram, yeməyimi hərdən yemirəm, 20 saat oyaq qalıram, 4 saat yuxu yatıram. Yəni bunun qarşılığında bir müəyyən hərəkətlər var da. Məsələn, Elxan sənin özünü götürək. Sən bu qədər video paylaşırsan da, buna nə qədər enerji lazımdır? Çox. Kontenti yaratmaq elə belə bir şey deyil də. Mən Elə məsələn olur ki, bir gün çəkir. mən bunu bilirəm. Çünki mən hərdən otururam deyirəm, "Vəsə, indidən bundan sonra bloger olacağam." 2 günə bəs eləyir mənim enerjim. Özə getdikcə işlər daha da artır. Məsələn, daha professional çəkmək istəyirsənsə, kameran olmalıdır, işığın olmalıdır, qəşəng studiya olmalıdır, mikrofon olmalıdır, hər şey. Yəni çəkən də lazımdır.
başqa aktyorlar da lazımdır, onların da ödənişini Kollaborasiya. etmək lazımdır. Yəni getdikcə işlər daha da çətinləşir. Hə, mən 2 gündən sonra başa düşürəm ki, mənim enerjim qalmadı o izləyiciləri hər gün əyləndirmək üçün. Yəni bu bir əylənmə vasitəsidir də mən düşünürəm ki. Yəni onlara həmişə daima sən nəsə yemək verməlisən də, o psixoloji yemək olmalıdır. Məndə məsələn 2 gündən sonra mən tükənirəm. O qədər işlər var ki, Bir də belə bir sual yaranır. Hamı onu soruşur. Bax, Diriləman, sonra nə edəcəksən? Bax, indi blogersən. Bax, indi pul qazanırsan, yaxşı. İndi videolar çəkirsən, indi modellik eləyirsən. Sonrası nə olacaq? Bəs bunlar qutaracaq da. İndi nəsə elə də biznes açdı özünə. Deyirəm, yox, bizneslə deyil. Mən o məsuliyyəti daşımaq istəmirəm. Mən ondan sonra modellik eləyərəm, gedərəm o çəkilişə və qayıdacam evə. Biləcəm ki, mənim üstümdə heç nə yoxdur. Yəni o sual mənə də maraqlıdır. Yəni sonra nə olacaq? Mənim anama belə deyirlər ki, ой, он несерьезными вещами занят. Это скоро закончится. Это пока он пусть балуется, но это несерьезно очень. Yəni ki, mən neseriozlu şeylərdən özümə Olsun karyera da, qurmuşam. biz indiki həyatımızı yaşayırıq. Mən elə bir insanam ki, gələcəyə o qədər də düşünmürəm ki, mən gələcəyə lap belə dərinə getsəm, mən depressiyaya düşərəm. Fikirləşirəm, ayda həqiqətən mən nə edəcəm? Yox, mediadasansa səni hamı xatırlayacaq. Sən media insansansa, sən sadəcə düşünməlisən ki, mən necə aktual qalım. Misal üçün Hər şey səndən asılıdır, yəni. Samir Bağırov insan illərlə televiziyaya çıxmır, müsahibə vermir və s. Baxın, Hələ də onu sevirlər. hələ də izləyirlər, hələ də çağırırlar. Hə deyəndə hər efirə çağırırlar. То есть, человек легенда, да? Если один раз ты что-то сделал, а тебе уже будут помнить. tam razıyam. Mən həqiqətən onun qayıdışına çox sevinirəm. Çünki mən Da. məktəbi bitirəndə bu çoxdan baş vermişdi. 22 il bundan əvvəl məktəb bitirmişəm mən. 22 il. Bəli. Mən də 11 il. Bəli, mən bu qədər qocayam. Neçə yaşın var İlxan? 22, Yox, 25. 25. Neçə il Bəli. əvvəl Sən məktəbi bitirmisən? Ha? Neçə il əvvəl bitirmisən? 8. Mən də 11 il. 26-da 12 il olacaq. 12 il. 22 il bundan əvvəl. Amma Bəli. hələ də elə yadımda qalıb ki, sanki 5 il əvvəl bitirmişəm məktəbi. 22 il bundan əvvəl mənim buraxılış tədbirimdə Samir Bağırov və Manan oxuyurdu. O. Bəli, mənim üçün ona görə də Samir Bağırov çox belə bir obrazdır ki, çox mənə belə doğma kimi gəlir, belə uşaqlıq xatirəsi kimi gəlir. Mənim üçün elə bir uşaqlıqdan böyük bir həyata keçid mərhələsindən bir xatirə kimi gəlir. Ona görə də mən hədsiz dərəcədə şadam ki, o həqiqətən də qayıdıb şou biznesə. Yəni o çatışmırdı, məncə o çatışmırdı. 2026-cı il. Məqsədlər. Deməli, 2025-ci il üçün mənim vision boardum var idi. Orada olmayan bir şey qalmadı da, hər şey istəyirəm. Bilmirəm, pul, maşın, ev, Sən o, deyəsən bu. elə şey yazırsan. Nə deyirlər? Karta желаний. Hə, вот karta O yaxşı bir желаний. şeydir. Məndə böyük belə İnanırsan? karta желаний var Ha. idi. 2025-ci il üçün 2025 məni nədən keçirtdisə, 2026-cı il üçün mənim wish listim çox balacadır. Sadəcə sağlam diş, sağlam bədən, ruh, pul qalsın, necə varsa, heç olmasa o qədər də qalsın, azalmasın. İş birlikləri, Fransaya getmək istəyirəm. Всё. 2026-ya olan planlarım budur. Planlarını azaltmısan ona görə ki 2025-ci ildə onların hamısı həyata keçməyib. Məyus olmusan sanki. Məyus olmamışam. Sadəcə heç olmasa bu gerçəkləşsin. Sonrasına baxarıq.
Ona görə də deyirlər ki, o məqsədlərini 1 il, 5 il, 10 il bu mərhələlərə bölmək lazımdır. Yəni əgər orada nəsə bir fantastik bir rəqəmlərdir və yaxud fantastik bir əşyalardır, onları 5 il, 10 il, 10 ilə uzat. Əgər reallığa doğru gedən bir şeylərdirsə, onları 1 il ərzində reallaşmağa belə doğru get. Elə deyilmi? Elədir. Bəs sən wishlist yığırsan? Mən belə konkret olaraq, yəni eləməmişəm də, yəni vizual olaraq yoxdur məndə. Amma nə vaxtsa mənim bir kitabım var. Orada olan hadisələrimi 2017-ci ildən yazırdım. Hələ də şokdayam. Uyda. Düz oxumuram onu, biraz çətin idi. Onları oxumuram. Amma orada bəzi şeylər var, yazmışam ora istədiyim şeyləri. Deməli orada nə idi? Pişik istəyirdim, amma pişiyim oldu, sonra itə keçdim. Liya. Hə, Liya. Mən balaşqam. Çox mənalı səsləndi onun üçün. Hə. İt, ondan sonra maşın istəyirdim. Nə bilim, sevgi falan belə gic-gic şeylər yazmışdım. Hamısında nə alınırdısa dairə çəkirdim, yəni qırmızı ilə. Ki, yəni bu alındı. İndi baxıram şokdayam. Yəni istədiyim şeylərə nail oldum bunlara fikir vermədən. 2026-dan da dedim nəyə gözləyirəm. Amma belə inanıram, yəni nə yazıramsa, istədiyim şeyləri yazmasam da, ağlımda nəsə varsa, onun mütləq nail oluram. Ümumiyyətlə məqsəd yönlüsən? Hə. Yəni məqsədindən bugün bu məqsədi qoymusan, 2 gündən sonra vazgeçmisən, fikrini dəyişmisən, sonra məqsəd dəyişib. Yox, elə yoxdur məndə. Hə, məqsəd qoyursan və ona Məqsəd gedib qoyuram, çıxırsan. qabağına gedirəm, dalıca gedirəm. Mən bu sonuncu videona baxdım. Hansı? Burada kişi var. Şu var burada. Hayda. Öldüm də onu. Mən onu yalan olmasın, yəqin ki 20 dəfə baxdım da. 20 dəfə baxdım. Mənim üçün bu mən sosial şəbəkələrdə vaxtımı həddindən artıq çox keçirdirəm. Çünki mən trendlərə baxıram, axtarış eləyirəm. İşimdir də bu mənim. Həm də maraqlı gəlir mənə. Mən o videonu görəndə bir 20 dəfə təzədən baxdım. Nə qədər belə ləzzət elədi. Mən gözləmirdim ki, bir xanım bu qədər belə gəlməklə səs tembri necə dəyişdi sən. Buna keçdi. Bax, uşaqlar, əslində mən beləyəm həyatda. Yəni indi məni necə görürsünüzsə beləyəm. Xarakterim biraz dəyişir. O da yəqin ki paltara görə də dəyişir. Yəqin ki qızlarda elə bir şey var. Biraz xanım kimi geyinən kimi sразу belə incə səslə danışırsan. Biraz sportivni geyinəndə belə kişi kimi danışırsan. Kişi var burada. Ayda. O video necə yarandı? Biz otururduq, fikirləşirdik, nə çəkək. Biri bir ideya dedi, o birisi ideya dedi, üçüncüsü dedi. Sonra o birisi deyir ki, gəl belə bir şey çəkək. O birisi də deyir, hə, axırda da belə deyərsən. Yəni ideya belə yaranır bizdə. Adətən. Götürdü, elə həmin günü çəkdi, həmin günü yarandı o ideya. 1 saat ərzində bat çəkdi, qutardı. Yadıma düşür video. Məni xoş emosiya yaşayıranda başa düşürsən, məni o şok yaşadığım an mən başa düşmürdüm ki, video hara gəlib çıxacaq da. Yəni hara gətirib çıxar. Geniально, просто идеально. Клянусь. Я еще даже его разослала. Вот deyirsiniz, bəyək siz demişdiniz, göndərirəm ora bura. Hə. Mən onu göndərmişəm ki, ayda bu qıza bax. Komment də yazmışam kısaca orada. Da çox ləzzət elədi. Çox ləzzət elədi. Kimin ideyası? Birlikdə bir ideya gəldi. Birlikdə Hilal'la Rəfin idi deyəsən. Ümumiyyətlə Hilalın videolarını çox bəyənirəm. Mənim də bəyənirəm. xoşuma gələn nədir ki, onların videolarında axırda absurd var. Yəni Aha. gözlənilməyən şey. Gözlənilməyən. Hilalda o videolar nəyə görə populyardır? Hamı onu sevir. Çünki onun kontenti biraz fərqlidir. Və o yaxşıdır. Mən ona görə oturub fikirləşirəm ki, məsələn, tutaq ki, Aya Primanın videoları çox izlənilir. Çünki qəlbə toxunur da, o belə deyək. Yaxşı. Əslində çox gözəl mövzulara toxunur o. 100% hə. Əslində 100% o düz deyir. 100% deməzdim ki, düz deyir tam olaraq. Çünki insanlar fərqli düşüncədə ola bilər. Çünki bir qadın olaraq sən əgər özünə bu qədər sərt kişi seçirsənsə, deməli sənin üçün bu sərt kişi əsl kişi deməkdir. Siz bilirsiniz də, elə qadınlar var. Deyir, mənim ərim mənə stolun üstünə yumruq vurmasa, o mənim üçün kişi deyil. Müğənni. Həqiqətən, ay sağ ol, hə.
Həqiqətən elə qadınlar var, onlar həyatda da var. Yəni bilmirəm o xanımın bu obrazı media üçündür. Bilmirəm həyatda necədir o, amma mən həyatda bir çox xanımlar tanıyıram ki, mənə etiraf eləyirlər ki, mən həqiqətən də yoldaşımı bu xasiyyətə görə seçmişəm. Ki hamı onun qabağında titrəyir. Mən məsələn xoşlamıram da, yəni belə çox sərt olsun. Baxır da hansı situasiyadır da. Yəni kişi biraz belə də sərf şey olmalıdır, belə sərt, amma o qədər də yox. Yəni qırağa o qədər də keçməməlidir məncə. O həddi hardadır? Qısa şortik geyinmə məsələn. Yox da, elə yox. Yəni paltara ilişməsi düzgün deyil. Bəs Xoşuna əgər gəlməyə bilər. Yəni ola bilsin ki, bəzi kişilər var deyir, mənim yanımda geyin də, yəni mənim üçün problem deyil, amma tək olanda yox. Onu başa düşərəm hardasan. hə, yəni ki, müəyyən qadağalara okeydir. Yəni bəlkə xoşlamır ki, kimsə onun sevdiyi xanımına baxsın. Ola bilər. Yeni ildə özünüzə nə arzu edirsiniz? Xoşbəxt olmaq. Hər dəfə deyirəm, hamı mənə gülür, amma ruhum belə sakit olsun, heç nəyi düşünməyim. Elə indiki kimi. Səncə uğurlu olub ruhu sakit olmaq olarmı? Böyük pullara nail da sahib olub ruhu sakit olmaq olar. Söhbət pullardan getmir ümumiyyətlə. Yəni, mən heç vaxt belə düşünməmişəm ki, mənim pulum olsun, çoxlu pulum olsun. Heç vaxt belə bir məqsədim olmayıb həqiqətən də. Şükür, hər şey yaxşıdır. Mənim üçün əsas odur ki, evdə sakitçilik olsun, uyut, rahatçılıq, belə deyək, rahatçılıq olsun, evə gəlim, rahat dincəlim. Dostlarımla görüşüm, deyim, gülüm, harasa gedək, əylənək. Mən belə şeyləri xoşlayıram. Məncə burada pul önəmli deyil. Ola bilər də məsələn harasa gedirsən, hə lazım olur, amma müəyyən qədər də, yəni o gərək milyonçu olmaq deyil ki. Pul əksinə də pul olsun ancaq. Yox, pul yox. Bu illik arzum odur ki, Fransada olmaq yadımdadır. yox, onu ingilis dilində deyəcəm. Çünki Like in English, like. yeah, you know. To be aligned with my wishes. Nə belə olsun. Balans. Nə istəyirəmsə, Türkçədəyim. O istəklərimin frekanslarında titreşim. Aha, aydındır. Я не знаю, как это сказать. Nə istəyirəmsə o olsun və o istəklərimin enerjisində olsun. Bilmirəm necə deyim onu. Amma yəqin başa düşdünüz. Yəni sənin olduğun bir yerə uyğun olan məqsədlər həyata keçsin. Hə. Bəli. Sən? Sözsüz ki, istəyərdim ki, uşaqlarımda hər şey yaxşı olsun. 2 dənə övladım var. İnşallah ki, onlar məqsədlərinə çatsınlar, idmançıdırlar, oxuyurlar və s. Bizim yeni studiyamız açılacaq podkast. İstəyirəm ki, uğurlu olsun. Təşəkkürlər. Uğurlar. Təşəkkür eləyirəm. İnşallah paylaşılacaq hamısı. Və istəyirəm ki, məsələn, bu gün mən ona görə xoşbəxtəm ki, sənin kimi bir adamla tanış oldum. Mən çox xoşlayıram insanlarla tanış olum, ünsiyyətdə olum, onların həyat tarixçəsini bilim, onları tanıyım. Mənə həqiqətən də maraqlıdır ki, öz məqsədlərinə çatan insanlar necə insanlardır. Və mən fəxr eləyirəm ki, həqiqətən bizim cəmiyyətdə belə bir insanlar var. Baxmayaraq ki, sizin yaşınız məndən azdır, mən ürəkdən fəxr eləyirəm və istəyirəm ki, həqiqətən siz daha da çox bir şeylərə nail olasınız. Çünki gözlərinizdən o qədər saflıq, nurluq yağır ki, mənə çox xoş oldu bu gün. Həqiqətən. Çox sağ olun. Bizə də həqiqətən də çox xoş. Gəlin hərəmiz izləyicilərimizə də nəsə deyək ürəkdən. Çünki bizim bugün yeni il buraxılışımızdır. Biz bugün fərqli mövzulara toxunduq. Həm şəxsi mövzulara, qəlbimizdə olanlara, həm show biznesdə olanlara və istəyirəm ki, izləyicilərimizə də hərəmiz nəsə bəlkə tövsiyə görək, bəlkə məsləhət verək, bəlkə wishes. Siz kommentlərə yazın ki, nə istəyirsiniz 2026-da. Kommentlərə kim nə yazsa biz onları pul atırıq. Yox.
İstədiyiniz şeyləri alın. Bunu mən deməmişəm, ha, sonra mənim üstümə gəlmir. Yox, kommentlərə bir arzunuzu yazın və ona elə enerji ötürək ki, bu arzular gerçəkləşsin. Elə bir kommentdə fikirdir. nə yazsaz, o gerçəkləşəcək. Ürəkdən yazın da amma. Hə. Sizə enerji dolu necə deyim? Ümumiyyətlə enerji sizə, çoxlu enerji arzu edirəm. İstədiklərinizə nail olasınız, amma üzərində mütləq çalışmalısınız. Давайте, da. знаете, что сделаем? Возьмитесь за руки. Оттуда тоже, да. Cəvdən ata vırışır. Вот görürsünüz. İndi bu sizə enerji verəcək. Şuçu, прости. Оккульт лидер. Cəvdən не вырезай, я шучу. Это была шутка. Вот. Yox, görürsüz, enerjimiz birləşdi. İndi sizin arzularınız gerçəkləşəcək. Belə deyək də, dəyərli dostlar. Mən bu buraxılışı çəkmək istəyi yaşayanda düşündüm ki, bir məzəli bir formada keçsin. Amma bizim verilişimizin adı göz-gözədir və mən verilişin məqsədi ondadır ki, uğurlu insanlar gəlsin və o uğura necə nail olmaqlarından bəhs etsinlər. Yəni necə bir insan olduqlarını bir balaca açıqlasınlar və mən nə qədər də elədim, mən yenə də onu sizə açıqladım və siz bugünkü qonaqlarımızı daha da yaxından tanıdınız. Bilirsiniz ki, uğurlu olmaq üçün nələr olunur. Yuxu yatılmır. Öz istəklərinizdən hərdən insan öz istəklərindən vaz keçir ki, müəyyən bir şeyləri həyata keçirsin və bilir ki, onun ardınca bir uğur gələcək. Çünki bir çoxları oturub deyirlər ki, səndə hər şey yaxşıdır da. Yaxşıdır da. Откуда это взялось? Yaxşıdır da. Niyə откуда же не берется? Yəni burada bir zəhmət var, enerji var və Elxan və Ləman təşəkkür eləyirəm. Bu gün bizim qonağımız oldunuz. Dostlar, yadınızdan çıxarmayın. Elxan bəyə dediyi kimi komment yazın, öz arzularınızı yazın. Onlar 100% 2026-cı ildə gerçəkləşəcək. Həmçinin bu videonu dostlarınıza ötürün, tanışlarınıza ötürün, like qoyun. Əgər bizə heyt etmək istəyirsinizsə, bu da bizə qəbuldur. Çox yazın, çox. Yox, yazmayın xeyt. Yaxşı şeylər yazın. Please. Ancaq yaxşı kommentlər yazın ki, qəşəng enerji olsun. Hə. Yeni ildə hər birinizə xoşbəxtlik arzulayırıq. Sağ olun dostlar.